Yuxarıda göstərdik ki, ilk təkamül sudan başlar. Çünki su fizioloji birləşmələri hasilə gətirən bir amildir. Onun tərkibində ağ işıq zərrələri boldur. Nur su və palçıqla birləşərək amin turşularını, sonra isə tək hüceyrəni meydana gətirmişdi. Burada nur böyük yaradan işığının enerjisinin kosmik şüalar halını da göstərir. Bunlar istiqamətləndirilmişlərdir. Və bu anlam digər növ kosmik şüalar ilə qarışıq salınmamalıdır. Müqəddəslər tərəfindən yer kürəsində bu tək hüceyrələr kosmik enerjilərə tabe tutulmuş və onların bölünmələri təmin edilmişdir. Bu bölünən hüceyrələr müəyyən qayda ilə artıb çoxalmışlar. Beləliklə, hər bir hüceyrə ayrılıqda yaradanın bilgilərinə və enerjilərinə tabe tutulmuş və müxtəlif növlər meydana gətirilmişdir. Onlar heyvanların yaşayışları üçün otları və bitkiləri də meydana gətirmiş və növlərini çoxaltmışdılar. Mövcud canlılar müəyyən bir müddətlərdən sonra çürüməkdə, yox olmada idilər. Bunlar günəş şüalarının köməyi ilə oksigeni, hidrogeni, karbon qazını, azotu, helyumu artıraraq indiki atmosferi yaratdılar. Bu dəyişiklik ilə planetimizdə kosmik axımların mənfi təsirlərinin qarşısı müəyyən qədər alındı. Sonralar ozon təbəqəsinin əmələ gəlməsi ilə bizim yer kürəsindəki həyata uyğun şərait də yarandı. Beləliklə, müqəddəslərin bədən şəklinin köməyi ilə insanların bədən şəkli var oldu. Bu birinci törəmə ilə var olan insan və heyvan nəsillərinin planetimizdə davamlı olması üçün işıq payları və genlər üstündə yenə də müxtəlif dəyişikliklər edilmiş və cinsi yolla nəsil davamiyyəti üçün dişi erkək cütləri meydana gətirilmişdir. Sonralar ilk müqəddəs babalarımız və təkamül dərəcələri yüksək olan Adəm oğulları göylərə köçmüşlər. Gələcəkdə isə insanların tək-tək parçalanıb təkamüllərə çatması və hamısının göylərə qayıtması ilə qiyamət deyilən hadisə, yəni ilklə sonun birləşməsi baş verəcək. Hamı bu maddi aləmlərin zillətlərindən qurtulacaq və insanların yüksək yaşayış mərhələləri başlayacaqdır. Beləliklə, yerdəki həyat başlanğıcı səbəbləri barəsindəki planetimizin alimlərinin hipotezləri müəyyən qədər əhəmiyyətə malikdir. Onlara görə həyat bizim planetdə cansız materiyanın, cansız substansiyanın təkamülü nəticəsində yaranmışdır. Digər aləmlərdə olan mikroorqanizmlərin sporlarının kosmik fəzadan keçib gəlməsi və burada inkişafı nəticəsində yaranmışdır. Hər iki hipotezlə bu bölmədə deyilənlər arasında oxşarlıq olsa da, onlar prinsipcə biri-birindən tamamilə fərqlidirlər. Çünki hər hansı bitkinin, canlının yerə düşdükdən sonra özünün funksiyasına və ətraf şəraitə uyğun həm də mərhələlər, ardıcılıqlar üzrə inkişaf istiqamətləri böyük yaradan tərəfindən təyinlənmiş və zərrədə kodlaşdırılmış yaddaş olaraq göndərilir. Bu, heç də yer üzündə indiyə qədər insanlara məlum olan təkamül nəzəriyyəsini büsbütün bir yolluq rədd eləmir. Təkamüllər yerdə və göydə, bütün kainatda, vəhdətdə gedir. Yəni, hər bir böyük mərhələlərə daxil edilən cari mərhələlərdə təbii seçmələr, kiçik evolyusiyalar özünü təbiətdə göstərə bilər. Buna böyük yaradanın özü də təyinləri ilə əvvəlki yaşayış yaddaşlarının qismən saxlamaqla və yer üzünə göndərişləri ilə kömək edir. Lakin ayrı-ayrı iri mərhələlərdə bu yaddaşlar üzərinə müqayisə edilə biləcək dərəcədə daha iri, daha çox seçilə bilən şuurlandırıcı yaddaş kodları, yaddaş proqramları da böyük yaradan tərəfindən əlavə edilir. Məsələn, qıcıkimlərin və ya dinozavrların dövrünün bitməsi və yeni növlərin, yeni siniflərin yaşayış eralarının başlanması hesab edilir ki, bu qəbildəndir. Bitki və heyvanların bu cür inkişafı ilə ilk müqəddəslər olan 10 babamızın maddiləşməsi və təkamülü əslində tənəzzülü, şəraitlərini eyniləşdirmək olmaz. Lakin insan Charles Darwinin təkamül nəzəriyyəsinə yatmayan varlıqdır. İlk maddiləşmədən başlamış indiyə qədər o öz varlıq formasını saxlamışdır. Yəni, əməyin nəticəsində meymun insana çevrilməmişdir ki, insanın da mənşəyinin məhz yalnız və yalnız meymun olduğunu deyə bilək. Buradan göründüyü kimi insanın təkamülü materialist alimlərin yazdıqlarından fərqlənir və təkcə yer üzündəki təbiətdən asılı deyildir. Təkamül ardıcılıqlarını irəlilətmək işi ən çox səmalara,
kainata və ondakı varlıqlara məxsusdur. Yer üzündə qədim insan meymun sümüklərinin tapılması və izahı onların təkamüllərinin öz-özünə olması ilə deyil, böyük yaradanın yaradıcılığı və özlərinin cəzalılığı dərəcələri ilə bağlanmalıdır. Yer üzündəki təbiət də elə bir ümumi qanunlar silsiləsinə tabedir ki, bunlar da böyük yaradanla, onun yaradıcı və kodlu informasiyalar daşıyıcıları olan zərrələri ilə bir vəhdətdə baş verirlər. Beləliklə, Friedrich Engelsin və digər materialist alimlərin təbiət qalıqlarını müşahidə materiallar əsasında irəli sürdükləri tarixi dialektik nəzəriyyə bir tərəfdən düzgündür. Lakin böyük yaradanın yaradıcılığını və ümumən kainatın iştirakını işlandırmadığına görə yarımçıqdır. Beləliklə, yer üzündə həm dindarlar, həm də materialistlər bir-birlərinin fikirlərini inkar etməməlidirlər. Əksinə, bu fikirləri birlikdə bütövləşdirib tamamlamalıdırlar.